Təğabun suresi. Rəhman və Rəhim Allahın adıyla. Bismillahirrahmanirrahim. Göylərdən nə varsa, yerdən nə varsa həmd oxuyar Allaha. Odur hər şeyin yiyəsi. Təkcə onu həmd etməli. Hər şeyə qadirdir o. Sizi yaradan odur. Kiminiz kafirdir, kiminiz mömin. İşləklərinizi görəndir Allah. Göyləri yeri haqq olaraq yaratmış. Sizə görkəm vermiş. Görkəminizi gözəl eləmiş. Onun da dərgahına axır dönəcək hamı. Göylərdə nə varsa, yerdə nə varsa bilir o. Ürəklərin içini biləndir Allah. Daha öncə kafirlik eləmişlərin və kafirliyin bəlasını dadmışların əhvalatı çatmamışmı sizə? Ağrılı bir əzab gözləyir onları. Aşkar dəlillərlə gələn peyğəmbərləri barədə bir bəşərmi yönəltməli bizi doğru yola deyərdilər, küfür eləyərdilər, imandan dönərdilər. Onların imanına möhtac olmamış Allah, varlıdır, ölməlidir Allah. Kafirlər iddia eləyirlər, bir daha diriləcək deyirlər. De ki, Rəbbimə and olsun, diriləcəksiniz. Sonra da gördüyünüz işləri sizə bildirəcəklər. Bu Allaha asan olar. İman gətirin Allaha, Rəsuluna, nazil elədiyimiz nura. Gördüyünüz işlərdən xəbərdardır Allah. Kimlərin aldandığının bəlli olacağı gündür Allahın hamını bir yerə cəm edəcəyi o toplanış günü. Allaha iman gətirmiş, salih bir iş görmüş olan kimsələrin suçlarından keçər Allah. İçindən çaylar axan cənnətlərə salar onları. Oralarda əbədilik qalarlar. Budur o böyük qurtuluş. Küfür eləyib ayələrimizi dananlarsa od əhlidir. Pisdən pis yerdir onların gedəcəyi yer. Hər gələn musibət Allahın izni ilə gələr. Allaha iman gətirənin ürəyini səbrə öyrədər Allah. Hər şeyi biləndir Allah. Allaha itaət eləyin, Rəsula itaət eləyin. Eləməzsəniz bilin, elçimizin borcu yalnız aşkar bəyan eləməkdir haqq kəlamını. Odur Allah, ondan başqa tanrı yoxdur. Allaha güvənsin mömin kimsələr. Ey iman gətirənlər, zövcələrinizdən, övladlarınızdan sizlərə düşmənçilik eləyənlər də olur. Həzər belələrindən onları əfv eləsəniz, bağışlasanız, suçlarından keçsəniz, bilin günahlardan keçəndir, rəhimdir Allah. Mallarınız, övladlarınız sizləri imtihana çəkmək üçündürlər. Böyük əcir isə Allah dərgahındadır. Bacardığınız qədər qorxun Allahdan. Buyruğuna qulaq asın. Ona itaətdə olun. Malınızı Allah yolunda xərcləyin. Bu sizə xeyir gətirər. Uğrayanlardır nəfsinə güc gələnlər. Allaha gözəl bir borc versəniz, qat-qat artıq qaytarar o borcunu. Keçər suçlarınızdan. Qədir biləndir, həlimdir Allah.
görülməzi, görüləni biləndir. Güclüdür, müdrikdir o.